Salam dostlar, bugün sizinlə ödəniş tarixi üzrə qalan günlərin hesablanması haqqında danışacağıq. Ödəniş tarixinə qədər neçə gün qaldığını müəyyən etmək üçün Exceldə sadə və effektiv bir üsuldan istifadə edirik. İlk olaraq ödəniş tarixinin yanındakı xanaya keçirik və bərabərlik işarəsini qoyuruq və formulu yazmağa başlayırıq. Deməli, bərabərdir. Ödəniş tarixi çıxılsın. Biz today funksiyasını burada əlavə edəcəyik ki, hesablamalar sistem tərəfindən tarixə əsasən avtomatik aparılsın. Deməli, çıxırıq today və bağlayırıq. Gördüyünüz kimi bizdə hazırda ağılı cədvəl olduğuna görə digər sətirlərə də avtomatik olaraq funksiya tətbiq olundu. Əgər sizdə ağılı cədvəl deyilsə, o zaman buradan 2 dəfə klikləyib və yaxud aşağı darta bilərsiniz ki, həmin formul bütün digər sətirlərə də tətbiq edilsin. Gördüyünüz kimi çox sadə şəkildə rahatlıqla ödəniş tarixi üzrə qalan günləri hesablamış olduq. Today funksiyasının tətbiqi sayəsində məlumatlar hər gün yenilənir və qalan günlərin azalması real vaxtda əks olunur. Videomu bəyənməyi və paylaşmağı unutmayın. Növbəti Excel videolarında görüşənədək hələlik.